Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, İmam Zaman əleyhissalamın məşhur xüsusiyyətlərindən biri də onun istər nur aləmində, istərsə də 14 məsum əleyhissalamın nurları içərisində öz nurunun daha üstün, daha parlaq olmasıdır. Belə ki, o Cənabın nurunun üstünlüyü və parlaqlığı danılmazdır. Bütün hədislərimizdə gəlmişdir ki, o Həzrətin nuru 14 məsum nurları arasında parıldayan bir ulduz kimidir. O Cənabın digər bir xüsusiyyəti budur ki, nəsil cəhətindən ən şərafətli, ən üstün əsil nəsəbə malikdir. O Həzrətin ata tərəfdən nəsli bütün müqəddəslər vasitəsilə Həzrəti Peyğəmbəri Əkrəmə, ana tərəfdən isə Rum padşahlarına yetişərək Həzrəti İsa əleyhissalamın canişini olan Şəmun Səfayədək davam edir və orada sona çatır. Digər bir xüsusiyyəti budur ki, doğum günü Allahın iki mələyi onun Allahın ərşin pərdəsinin arxasına aparmış və Allah təbarək və təala ona belə buyurmuşdur. Ey mənim bəndəm, eşq olsun sənə. And içmişəm ki, bəndələrimin hidayətini, işimin aşkar olmasını və dinə köməklik etməsini sənə tapşırım və bəndələrimi sənin xatir və sənə görə bağışlayım. Beytul Həmd başqa bir xüsusiyyətində İmam Zaman əleyhissalamın qeyd olunur ki, Beytul Həmd adlı bir ev məhz İmam Zaman ağaya məxsusdur. O Həzrət dünyaya göz açan gündən bəri orada bir çıraq şölələnir və ta İmam zuhur edənə kimi o çıraq sönməyəcəkdir. İmamın 5-ci xüsusiyyəti budur ki, İmamın künyəsi Həzrəti Peyğəmbərin künyəsi ilə eynidir. Rəvayətlərdə gəlibdir ki, Peyğəmbər Əkrəm buyurur ki, mənim adımı uşaqlarınıza qoyun, amma künyəmi qoymayın. Digər bir xüsusiyyət isə imamın adı harda çəkilərsə, o ada hörmət və ehtiram göstərilməsi, adının ehtiramla yad olunmasıdır. Digər bir xüsusiyyət isə budur ki, imamətin yer üzündə sonu məhz İmam Zaman ağanın adı ilə bağlıdır. Doğulduğu günündən qeybə çəkilməsi, müqəddəs aləmdə mələklərlə ünsiyyətdə olması, onun ruhul Qudusə tapşırılması, nur aləmində və müqəddəs səmada o Həzrətin müqəddəs bədən üzvlərinin heç birinin Bəni Adəm və şeytanların çirkin günahlarına azacıq da olsa aludə olunmadan tərbiyə tapması imamın digər xüsusiyyətlərindəndir. Allah bizi İmam Zamanımızın haqqını tanıyıb dərk edənlərdən, onun köməkçilərindən qərar versin inşallah.